Bu dərsdə hansı funksiyalarla tanış olacağıq? Onları tətbiq etmək üçün öncə paketlərimizi aktivləşdirməliyik. Tidyverse aktivləşdirilib. O cümlədən New York Flights. New York Flights paketin daxilində olan Flights datasetini mənimsədirik New Dataya. Bunun üçün New Data yazırıq. Mənimsətmə işarəsini qoyuruq. Daha sonra Flights datasını çağırırıq. Mənimsətmədən sonra environmentda datasetimizi görürük. Bu dataset üzərində müəyyən funksiyalar öyrənirik, hansı ki, sütunlara tətbiqi mümkündür. Bunlardan birincisi select funksiyasıdır. Select funksiyasından o səbəbdən istifadə olunur ki, əgər biz datasetimizdə hər hansısa bir sütunu və yaxud da sütunları seçmək istəyiriksə, select funksiyasına istifadə edirik. Məsələn, new data datasetində pipe qoşuruq və select funksiyası ilə həmin sütunları çağırırıq. Məsələn, bizim datasetimizdə il, ay və gün sütunları var. Bu halda biz il, 2 nöqtə və day qeyd edirik. Burada sekvens yaranır. İldən day sütununa qədər olan bütün sütunlar çağırılmış olur. Gördüyümüz kimi 3 ədəd sütun mövcududur. Buradakı məntiq sekvens əsaslanırdı. Təkrarlayaq, sekvensda 1, daha sonra məsələn 10 qeyd etsək, vergülla ayırmış olsaq, 1-dən 10-a qədər rəqəmlər sıralanır bizim üçün. Həmçinin selectin daxilində sütunların çağırılması müxtəlif formalar mövcuddur. Onlarla tanış olaq. New data yenidən çağırırıq. Select qeyd edirik. Və bu dəfə daxilində digər bütün sütunlar il, ay və gündən savayı. Bu halda həminki yazılışın qarşısına mənfi işarəsi qeyd edirik. Və görürük ki, dep time ilə başladı. Bu da 4-cü sütundan başladığını bildirir. Eyni qayda ilə necə ki, mənfi o anlama gəlir ki, bu sütunları çağırmayaq. Bunun digər bir yazılış forması isə mənfi işarəsi ilə deyil, məhz nida işarəsi ilə olacaq. Bizə eyni nəticəni qaytarmış olur. Həmçinin select funksiyasının köməyi ilə sütunların data tipinə görə sütunları çağıra bilirik. Bunun üçün select yenidən istifadə edirik və bu dəfə daxilində, məsələn, karakter data tipində olan funksiyaları çağırmaq üçün qeyd edirik ki, haradakı where is character avtomatik bizə təklif olundu. Orada diqqətli olmaq lazımdır ki, mötərizədə istifadə etmirik. Yəni, is character funksiyasından deyil, parametrindən where daxilində istifadə edirik. Orada ikinci mötərizəni bağlayırıq və nəticəni alırıq. Və yaxud da yenidən new data select, bu dəfə isə karakter deyil, numerik dataları data tipinə sahib olan sütunları çağırmaq istəyiriksə, o halda numerik qeyd edirik. Və gördüyümüz kimi yalnız rəqəmlərdən ibarət olan sütunlar ekrana çıxır. Əlavə olaraq bizim digər proqramlardan tanış olan bir neçə dənə əlavə parametrdən də istifadə etməyimiz mümkündür select daxilində. Bunlara daxildir contains, starts with, ends with. Gəlin tətbiqinə baxaq. New dataya select tətbiq edirik və burada qeyd edirik, məsələn, contains və daxilində istədiyimiz hər hansısa bir teksti qeyd etməliyik. Məsələn, time qeyd edək. Bu dırnaq içərisində olmalıdır. Bu halda bizə sütunlar qaytarır, hansının sütun adlarında time sözü keçir. Dep time, schedule dep time, air time, time hour və s. Eyni qayda ilə digərlərini də yoxlamağımız mümkündür. Məsələn, new dataya çağırırıq, select qoşuruq. Selectin daxilində starts with istifadə edirik bu dəfə. Deploy paketin içində bizə təklif olunur bu funksiya. Və bu dəfə deyirəm ki, dep ilə başlayanları çağıraq. Bu halda 2 ədəd sütun qaytarır mənə.
və yaxud da eyni formada sonluğu delay ilə bitənləri tapağın. Select ends with istifadə edirik və delay ilə bitənlər. Bu halda da 2 ədəd sütun qaytardı. Depth delay və arrival delay. Select funksiyasından əlavə olaraq sütunları yenidən adlandırmaq üçün rename adında qısa yol mövcuddur, funksiya mövcuddur. Rename funksiyasının istifadə qaydası necə olacaq? Gəlin onunla tanış olaq. Məsələn, hər hansısa bir dataset çağırmalıyıq. Öncə bizim datasetimizin adı new data. Ona rename funksiyasını qoşuruq. Necə ki, select etdik. Və burada months adında sütunumuzu dəyişib ay adını vermək istəyirik. Bu halda ay bərabərdir months qeyd olunur. Və görürük ki, artıq dataset çağırıldı və bu dəfə year'dan sonra months deyil, ay adında sütunun ekranda görünür. Qeyd eləyək ki, sütunların adlandırılmasının müxtəlif üsulları var. Onlardan daha biri callnames funksiyası ilə mümkündür. Məsələn, callnames sütunların adını çağırır bizim üçün. Hansı sütunların adını? Burada datasetimizin adını qeyd etməliyik. New data daxilində olan sütunların hər birinin adları ekranda görünür. Burada biz, məsələn, sıra nömrəsinə əsasən sütun adını müəyyənləşdiririk və həmin müəyyənləşdirdiyimiz sütun adına istədiyimiz adı mənimsətmiş oluruq. Burada, məsələn, birinci yerdə dayanan sütun adımız year'dır və yaxud da ikinci yerdə dayanan sütun adımız months'dır. Bu formada hər hansısa birinə yenidən adlandırma verə bilərik. Məsələn, gəlin 3-cü sırada dayanan day adında sütuna mənimsədək yeni bir ad. Day sözünü gün sözü ilə əvəzləyək. Bu mənimsətmə olduğu üçün artıq datasetin də daxilində dəyişmiş oldu. Year months'a dəyişdi. Əgər yenidən mən adlandırmanı dəyişmək istəsəm, ya bu qaydada təkrar months yazıb mənimsətməliyəm və yaxud da ki, rename funksiyasını istifadə etməliyəm. Gəlin, onun da tətbiqinə baxaq. Burada sütunun adı artıq gündür. Mən günə yenidən day adını vermək istəyirəm. Bu halda yeni verəcəyim adı birinci yazıram. Sonra gün qeyd edirəm. Burada sütunun adı dəyişdi, amma environmentda görürük ki, hələ də eyni qalıb. Çünki mənimsətmə etməliyik. Mənimsətməni təkrar new datanın üzərinə edirik. Buradakı data yenilənmiş olacaq. Görürük ki, artıq year months və daha sonra day sütunu görünür. Bundan əlavə olaraq sütunların yerləşməsini də dəyişməyimiz mümkündür. Bunun üçün də birisinə seçimimiz var. Onların hər birinin tətbiqinə baxaq. Biri select plus everything parametridir, funksiyasıdır. İstifadə qaydası necə olacaq? Gəlin ona baxaq. Məsələn, new data çağırıram. Pipe qoşuram. Sonrasında select funksiyasını çağırıram. Burada görmək istədiyim sütunların adlarını qeyd edirəm. Məsələn, birinci time hour sütununu görmək istəyirəm. Daha sonra air time sütununu görmək istəyirəm. Daha sonra isə bütün sütunları geridə qalan 17 ədəd sütunu bu iki sütundan sonra görmək istəyirəm. Bunun üçün virgüldən sonra everything funksiyasını istifadə edirik. Və görürəm ki, artıq time hour, air time ilk 2 sırada gəlir. Qalan bütün sütunlar isə bu iki sütundan sonra gəlməyə davam edir. Qeyd eləyək ki, select funksiyasından istifadə edərkən yalnız sütunların adını yazmağa ehtiyac yoxdur. Əgər onların sıra nömrəsini biliriksə, sıra nömrəsi ilə də çağırmamız mümkündür. Məsələn, year months day birinci, ikinci və üçüncü yerdə dayanırlar. Birinci, ikinci və üçüncü yerdə dayanan sütunları çağırmaq istəyirəmsə, bu formada çağırmağım mümkündür. Sütunların yerləşməsini dəyişmək üçün digər bir funksiya sırf bunun üçün nəzərdə tutulub relocate.
Relocate funksiyasının istifadə qaydasını gəlin öyrənək. Birinci datasetimi çağırıram və pipe'la relocate funksiyasını ona qoşuram. Burada mən hansı sütununu ilk görmək istəyirəmsə, onu qeyd edirəm. Məsələn, burada da time, hour və daha sonra air time qeyd edirəm. Əlavə parametr daxil etmədən mən bu yazdığımı run etsəm əgər, burada by default olaraq time hour və air time ilk iki sıraya gəlmiş olur. Yəni bu yazılışla yuxarıdakı everything parametri ilə olan yazılışın nəticəsi eyni qaytarır. Yox, əgər mən müəyyən spesifik sütun sırası təyin etmək istəsəm seçdiyim sütuna, o halda artıq əlavə parametr istifadə etməliyəm. New data qeyd edirəm, relocate yazıram, sütun adını daxil etməliyəm, hansı sütunu yer dəyişməsini eləmək istəyirəmsə, məsələn, yer sütunun yer dəyişməsini eləmək istəyirəm. Tab düyməsini sıxdıqdan sonra parametrlər mənə təklif olunur. Nöqtə after, yəni neçəncidən sonra, məsələn, üçüncü sütundan sonra yer yerləşdirməlidir. Baxırıq və görürük ki, artıq üçüncü sütundan sonra, yəni day sütunundan sonra yer sütunu yerləşdirilmişdir. Burada sütunun sıra nömrəsini istifadə elədim. Həmçinin yuxarıdakılar kimi adından da istifadə etmək mümkündür. Üçüncü sırada day sütunuydu. Qeyd edirəm ki, day'dən sonra daxil et. Nədən əvvəl qeyd etmək istəsəm, o zaman nöqtə after deyil, before after funksiyasını istifadə edirəm parametrindən. Və nəticədə görürəm ki, year adında sütun day sütunundan əvvəl gəlib. Yəni üçüncü sütundan daha öncə ikinci sırada yerləşir. Bu dərsimizin mövzusu bu qədər. Əgər əlavə suallarınız olarsa, şərh bölməsinə qeyd edə bilərsiniz.